Bəli, rəsmi məlumata görə 28 maddəlik razılaşma hal-hazırda 20 maddəlik bir sənədə çevrilibdir və bu sənəd anlaşılan odur ki, Ukraynanın mövqeyidir. Rusiya isə bu mövqeyi ilə razı deyil. Amerikanın isə, konkret Prezident Trumpın isə mövqeyi ilə bağlı açığı bir ciddi narahatçılıqlar var. Bu, Avropa ölkələrinin, Avropa İttifaqının rəhbərləri ilə Zelenskinin görüşündə də mən bildiyim qədər bu müzakirə olunubdur. Anlaşılan odur ki, Avropa liderləri ilə eyni zamanda üçlü görüş, Londonda baş verən üçlü görüş zamanı Avropa İttifaqı və Avropa ölkələri liderləri Amerikadan ciddi təhlükəsizlik təminatları istəyirlər Ukrayna üçün. Burada da görünür, Prezident Trump fərqli düşünür. Konkret olaraq Trumpın şərti budur, o Donetski verin Rusiyaya, əvəzində sizə təhlükəsizlik təminatı verək. Belə bir şərt irəli qoyur. Ukraynanın bildiyim qədər cavabı bir mənalı yoxdur. Ona görə də baş verən bütün bu proseslər, nəticələr, demək olar ki, nəticəsiz bitib deyə bilərik. Avropa İttifaqı, onların yeri gəlmişkən Brüsseldə görüşləri oldu. Düzdür, orada təfərrüatlar açıqlanmır, amma anlaşılan odur ki, onlar bir mənalı olaraq Ukraynanı dəstəkləməyə qərarlıdırlar. Eyni zamanda Britaniyada baş verən görüş, yəni Starmerin, Macronun və Mersin iştirakı ilə keçirilən görüşdə də onlar müzakirə ediblər. Amerikada nə baş verir, hansı danışıqlar gedir? Konkret olaraq Zelenski, siz də qeyd elədiniz, deməli, Uitkovla və Kuşnerlə telefon görüşü keçiribdir, danışıblar. Sonra öz nümayəndələri ilə danışıblar. Anlaşılan odur ki, Amerika tərəfi bir mənalı olaraq ərazi məsələlərində Ukraynanın gücətə getməsini istəyir. Ukrayna isə bir mənalı olaraq bu məsələdə razı deyil və hətta belə bir təəssürat var ki, ümumiyyətlə Trump həmin ərazilərin Rusiya verilməsini tələb edir Ukraynadan. Ukrayna bunu istəmir, amma təhlükəsizlik təminatları məsələsində də görünür fikir ayrılığı var. Belə ki, Amerika tərəfi təklif edir ki, əgər ərazini Ukrayna verərsə, Prezident Trump onlara təminat verəcək. Təhlükəsizlik təminatı verəcək. Ukrayna tərəfi isə bundan razı deyil. Onlar hesab edirlər ki, bu bütün hallarda təhlükəsizlik təminatı davamlı olmalıdır, təhlükəsiz olmalıdır və bu təhlükəsizlik təminatının arxasında Senatın və Konqresin verdiyi qərar olmalıdır, razılıq olmalıdır. Yəni, yalnız Prezident Trumpın imzası yetərli deyil. Onlar istəyirlər ki, bu Konqres, yəni Amerika dövləti özü təminat versin. Anlaşılan odur ki, bu məsələdə də hələlik, belə deyək, ümumi bir rəy yoxdur. Yəni, əsas məsələlər ərazi məsələsi və təhlükəsizlik məsələsində razılaşma yoxdur. Əli bəy, Zelenskinin bir başqa açıqlaması da vardı. Onu dinləyək istəyirəm. Daha sonra sizlə davam edək müzakirələri. Məhz burada deyir ki, Ukrayna prezidenti Volodimir Zelenski Vitkovun Moskva səfəri barədə geniş izah gözlədiyini vurğulayıb. O, Amerikalı rəsmilərdən danışıqlarda Ukrayna ilə bağlı hansı bəndləri dəyişməyə hazır olduqlarını eşitmək istədiyini dilə gətirib. Zelenski xüsusi olaraq diqqətə çatdırıb ki, danışıqlar ərazi məsələlərinə görə dalana dirənib. Eyni zamanda fikirlərinə əlavələr də var. İzləyək. Hazırda yeni diplomatik həftəyə başlayırıq. Avropa liderləri ilə məsləhətləşmələr olacaq. İlk növbədə təhlükəsizlik məsələləri, bizim dayanıqlığımıza dəstək və müdafiəmiz üçün dəstək paketləri müzakirə olunacaq. Ən başlıcası hava hücumundan müdafiə və Ukrayna üçün uzun müddətli maliyyələşmə barədə müzakirə aparacağam. Mən Moskvada Amerikalı elçilərə deyilən hər şey barədə ətraflı məlumat və Amerikalıların bizimlə və ruslarla danışıqlarda dəyişməyə hazır olduqları nüanslar barədə geniş izah gözləyirəm. Amerikalı elçilər Ukraynanın əsas mövqelərindən xəbərdardılar. İşimizi davam etdiririk. Bəzi məsələlər yalnız şəxsən müzakirə oluna bilər. Danışıqlar ərazi məsələsinə görə dalana dirənib. ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur. Birləşmiş Ştatların sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələlərində razılığa gələ bilmirlər. Əli bəy, bu açıqlama üzərində davam edək istəyirəm dəyərləndirmələrimizə. Maraqlı bir məsələ var ki, Trump dünən belə bir açıqlama verdi ki, mən Zelenski ilə danışdım, o sülh planından xəbərdar deyil, oxumayıb onu. Belə bir iddia elədi və bugün Zelenski də qeyd edir ki, mənə məlumat versinlər ki, istəyirəm biz orada nəyi dəyişə bilərik. Nəyə görə bu telefon danışıqları gedirsə əgər saatlarla, nəyin üzərində danışılır ki, bu qədər bir-birləri ilə bağlı məsələlərdə fikirləri, açıqlamaları ziddiyyət təşkil edir liderlərin? Məsələ oradadır ki, Birləşmiş Ştatlar bugün istəyir ki, Ukrayna güzəşt eləsin. Ərazilərinin
konkret Donbasın Rusiya verilməsinə razılıq versin. Yalnız bu halda Rusiya savaşı dayandırmağa və Amerikan şərtlərinə əməl etməyə razıdır. Bu şərti isə Ukrayna tərəfi yerinə yetirə bilmir. Çünki əvvəla prezidentin səlahiyyəti yoxdur. Üstəlik, ümumiyyətlə, həmin ərazilər, Donbasın o 20% hissəsi ki var, daha çox Rusların istədiyi ərazilər, ora kifayət qədər ciddi müdafiə istehkamları ilə belə deyək, zəngindir. Yəni, Ukrayna bu ərazilərdə uzun illər, yəni 2014-cü ildən bu günə qədər ciddi istehkamlar qurubdur və Rusiya başa düşür ki, o ərazini keçmək, o istehkamları keçmək olduqca çətindir. Ona görə də Ukrayna bu məsələdə heç bir güzəştlik etmək fikrində deyil. Bundan başqa, Ukraynaların əslində və Avropalıların da belə bir mövqeyi var. Onlar deyirlər ki, 2017-ci ildə Amerika Konqres qanun qəbul edib, Ukraynanın ərazi bütövlüyü və 2014-cü ilə qədər Rusiyanın işğal etdiyi ərazilərin qanunsuz olması barədə. Yəni, bunların Ukrayna ərazisi kimi tanınması ilə bağlı. Amerikanın özünün qanunverici, yəni bu barədə qanunları var və prezident Trump da onu imzalayıb. Deyirlər, indi necə olacaq? Yaxşı, bunlar 2017-ci ildə belə bir qanun imzalayıblar. İndi isə həmin ərazilərin Rusiyanın olmasına bizi məcbur edirlər. Söhbət burada yalnız Donbasdan getmir, həm də Krımdan gedir və başqa bir maraqlı məqam nədir? Məsələn, Ruslar son vaxtlar nəyi deyirdilər? Kupyanskin, Pakrovskin, Slavyanskin bunların işğal olmasını deyirdilər. Mirnogorodun artıq Rusiyanın nəzarətində olmasını deyirlər. Bu gün artıq Ukrayna baş qərargah rəisi, yəni daha doğrusu komandan Sırski məlumat verdi ki, orada vəziyyət tamam başqa cürədir. Ümumiyyətlə, Kupyansk artıq Ukraynalar özləri nəzarət edir. Oradan Ruslar ümumiyyətlə çıxardıb tullayıblar. Pakrovskinin şimal hissəsi və şərq hissəsi Ukraynanın nəzarətindədir. Cənub Rusiyada deyil. Cənub hissənin az bir hissəsi Rusların nəzarətindədir. Ümumiyyətlə hesab olunur ki, cənub hissənin əhəmiyyətli bir hissəsi Boz ərazidir. Şərti olaraq orada dəmir yolundan sərhəd keçir. Yəni, şimalla cənuba ayıran bir dəmir yolu xətti və orada da yəni Ukrayna ordusunun mövqeyi güclənib. Eyni zamanda Dnipropetrovskdə Ukraynanın bir neçə uğurlu əməliyyatları olubdur və orada da əhəmiyyətli bir irəliləyişlər əldə ediblər. Rusiyanın orada canlı qüvvəsi çoxdur. Yəni, təqribən 1250 kilometrlik bir sərhəd deməli, xətti keçir burada. Onun orada hardasa 700 mindən çox Rus ordusu var. Amma buna baxmayaraq, Ukrayna ordusu çox qətiyyətlə öz ərazilərini qoruyur, yəni mövqelərini saxlayır və təqribən yenə həmin ekspertlərin məlumatlarına görə yəni hərbiçilər də bunu etiraf edirlər. Deyirlər ki, orada həddindən çox Rusların itkisi var. Həddindən çox. Yəni, belə deyək də deyir ki, o Rus qoşunları gəlir, onu Ukraynalar məhv edirlər, sonra yenisi gəlir. Məhv edirlər, yenisi gəlir. Dəhşətli itkilər hesabına santimetr irəliləyirlər. Hətta o dəhşətli itkilər hesabına bir çox ərazilərdə demək ki, status quo dəyişmir. Dəyişmir belə. Sadəcə olaraq adamlar gəlir, qırılır, sonra növbəti deyək ki, dəstək gəlir, növbəti dəstək gəlir və başqa bir maraqlı məsələ budur ki, artıq bu günləri bu döyüş xəttində baş verən savaşlarda əksər proseslər, yəni Ukrayna ordusunun deyək ki, əsas istifadə elədiyi alətlər özlərinin istehsal elədiyi dronlardır, öz texnologiyalardır. Yəni orada 80-85% Ukraynanın uğurları dronların hesabınadır. Öldürülən deyək ki, əskərlər olsun və yaxud da Rusiyanın dərinliklərinə, strateji obyektlərinə vurulan zərbələr olsun. Orada da yenə həmin nisbət saxlanılır. Harada 85% Ukrayna ardıcı öz silahları ilə vuruşur. Yəni böyük mənada belə götürəndə hətta onların Amerikanlara belə bəzən ekspertlər deyirlər ki, artıq ciddi ehtiyacları belə yoxdur. Amma yenə də Ukrayna siyasi rəhbəri hesab edir ki, bu qalib gəlmək üçün, uğur qazanmaq üçün Ukrayna Avropa və Amerika ilə birlikdə olmalıdır. Anlaşılan odur ki, bu birlikdə məsələsini tərəflər fərqli anlayır. Yəni, Zelenski hesab edir ki, onların ərazi bütövlüyü qorunmalıdır, Amerika və Avropa bu məsələdə onları dəstəkləməlidir. Trump hesab edir ki, mütləq Ukrayna ərazi güzəştli getməlidir, Rusiya güzəştli eləməlidir və bundan sonra Trump təhlükəsizlik təminatını verə bilər. Burada vacib başqa bir məqam da var. İndi o Zelenski yəqin ki, açıqlamalarında onu da qeyd edir. Onlara demək ki, bu dövlətlərin, Avropa dövlətlərinin həm də yəni NATO kömək edir. Amma bundan başqa həm də birbaşa dövlətlərin köməyi var. Təqribən oraya 21 dövlət qoşulmuşdu, amma dünən artıq dedilər ki, bu 30-a qədər dövlət qoşulubdur. Məsələn, elə Zelenski onu qeyd edir ki, onların milyard yarım ehtiyacı var idi. Onun 700 milyonu artıq ödənilibdir. Burada Avropa ölkələri yəni bunu həyata keçiriblər. İndi əlavə 800 milyon dollarlıq ehtiyacları var. Dekabr ayında yəqin o da təmin olunacaq. Yəni
böyük mənada Avropa İttifaqı Ukrayna lazım olan maddi, mənəvi, dəyişik, texniki, humanitar, maliyyə yardımını edir. Davamlılığını gətirə biləcəkmi? Məsələ orasındadır. Məncə o məsələlər müzakirə olunubdur. Burada əsas problem Belçikadadır. İndi onlar hesab edirlər ki, Belçikada rusların xeyli vəsaiti var, hansı ki, dondurulmuş vəsaitlərin böyük bir hissəsi oradadır. O vəsaitin Ukrayna verilməsini müzakirə edirlər. Hardasa 140 milyard avrodan gedir söhbət. Sadəcə orada hələlik Belçika baş naziri müqavimət göstərir. Yəni düşünürlər, o da müəyyən təminatlar istəyir ki, burada digər dövlətlər də onlarla bu belə deyək də bu riskləri bölüşsünlər. Yəni bunlar düşünürlər ki, sabah ruslar məhkəməyə verər, onlar üçün hansısa problemlər yaranar və s. Hələlik mən bilən o məsələlər müzakirə olunur, amma bütövlükdə onlar razılaşıblar ki, hardasa Ukraynaya 210 milyardlıq bir yardım paketi həyata keçirilsin və demək olar ki, düşünürəm ki, onlar yəqin ki, enində sonunda qərara gələcəklər, bunu həyata keçirəcəklər. Çünki Avropalılar birmənalı o qənaətdədirlər ki, bugün Ukraynaya onlar yardım etməsələr, sabah gələcəkdə ondan qat-qat çox özləri xərcləməlidirlər.